Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşləqət Kilo dairəsi və Aliqaq restoranına yaxın qısa torpaq sahəsinin üzərində yerdən ən azından 8 daş kürsüyə belə bir həyət evini çıxıb satışa, sənəd icranın sərəncamıdır, çıxarışa yararlı komandalar var. İlk öncə həyətin təqdimatını edək, sonra evin içərisinin təqdimatını sizlər tam təqdim edəcək. Bir zal, 2 yataq, bir mətbəx, bir sanuzeldən ibarətdir. Evin komisi var, mətbəx mebeli hədiyyə və bəzi əşyalar üstündə hədiyyə olacaq. Qiymət 72.000 manat reallı olarsa, saat tərəfə inşallah indirim olar. Sağ və sol tərəflərində podvallar var, evin sol tərəfinə giriş var, keçid var. Komünün giriş aparatı oradadır və keçən ön hissəsində giriş hissəsində təqdim edirəm. Belə bir giriş hissəsi var, gördüyünüz kimi torpaq sahəsi qoyulub, əlavə su çənəsi var və giriş hissəsini göstərəm sizlərə, rahat bir şəkildə maşın həyətə daxil olur. Şimdi tam təmizdir. Keçək evin içərisini sizlərə göstərək. Evin koridordur. Koridordan qeyd etdiyimiz kimi ayrı-ayrı otaqlardır və bəzi əşyalar da qalacaq. Keçək zalını təqdim edək sizlərə və gözəl bir zal var. Hətta bir sürgüdə var. Yəni bir yaşayırdı komilər. Səliqəli bazı komilərləndir. Səsin sizlərə zal səsini təqdim edək. Və keçək digər otaqlarımızı təqdim edək. Eylən bir hissəsini bir daha göstərəm sizlərə. Və keçək zalları təqdim edək. Zalımız demək var, yataqlarımız demək var. Hazır vəziyyətdə fikirlərin üstü, şkafı və keçək yataqlarımızı sizlərə təqdim edin. Burada eyni müstəsi var, komisi var. Və mətbəxini göstərək sizlərə. Mətbəxi böyük bir mətbəxdir və mətbəx mebeli də hədiyyədir. Şimdi mətbəx böyük. Hallarını çoxlaqlı mətbəxini bağlıqla bilmişəm. Mətbəxi böyük. Şimdi mətbəxi var. Keçək sanuzelini təqdim edək. Sanuzeldə tam hazır vəziyyətdədir. Şimdi spordan ibarətdir. Aksesuarlar qoyulur. Tam hazır bir şəkildə qeyd etdiyimiz kimi məşləqət 28 nömrəli Məktəb Kilo dairəsi və Aliqaq restoranına yaxın qısa torpaq sahəsinin üzərində sənəd icranın sərəncamı çıxarışa yararlı bir zal, 2 yataq, bir mətbəx, bir sanuzel və əşyalar içində hədiyyə olaraq 72.000 manat səhvimiz ilə məşləqət məhkəmə cəmiyyəti rəhbərliyi yanında sizə təşəkkür edirəm.